Hər şey qaydasındadır. Baxışlar sakit, jestlər ölçülü, cümlələr qısa. Amma o baxışların içində donub qalmış bir zaman dilimi var. Bədən indi buradadır, seans otağında, amma bir hissəsi hələ də oradadır. Travmanın yaşandığı gündə. Travma zamanın orada donub qaldığı yerdir. Travma ilə işləmək isə həmin insanın indiyə qayıtmasına dəstək olmaqdır. İndi ilə keçmiş arasında körpü qurmaq və o körpünün yükünü yüngülləşdirmək. Travma keçmir, amma zamanla insan onunla yaşamağı öyrənə bilir. Travma yaşayan bir insanı yanmış bir meşəyə bənzədə bilərik. Hər yer qaralıb, kül içindədir, sakitlik hökm sürür. Amma zamanla gözə görünmədən torpağın dərin qatlarında həyat hərəkətə gəlməyə başlayır. Kiçik bir cücərti, torpağın altından çıxan bir saplaq. Zəif, amma israrlı. Bəlkə heç nə, bir də əvvəlki kimi olmur. Amma yeni bir həyat forması yaranır. Əvvəlkindən fərqli, amma bir o qədər də canlı.